Oyunla bağlı elə qeyri-adi nəsə səsləndirməyə məncə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Kimlə oynadığımız da bəllidir. Sadəcə olaraq oyundan qabaqda hamımız bir yerdə toplaşıb uşaqlarla danışmışdıq ki, meydançanın hər qarşı üçün mübarizə aparacağıq. Bilə-bilə də uduzmayacağıq. Əlimizdən gəlməyəni eləməyə çalışdıq. Təəssüflər olsun, məğlub olduq. İnanıram ki, bu istəklə, bu əzmlə davam etsək, yaxşı nəticələr əldə edəcəyik. Bu oyun təcrübə baxımından sizə nə qatdı? Təcrübə baxımından belə deyək, qabağımızda Fransadır, daim hücumda olan komandadır. O tempo öyrəşmək lazımdır, belə deyək, bizim çempionatda o dərəcədə sürət, o dərəcədə hücumlar olmur. Fikirləşirəm ki, bizim üçün yaxşı oldu, gələcəyimiz üçün inşallah gələcəkdə daha da yaxşı olur. Ukrayna ilə maç barədə nə düşünürsünüz? Ukrayna ilə maç barədə, Ukraynaya belə deyək, oyuna hazırlaşmamışdıq. Artıq bu axşamdan oyuna hazırlaşacağıq. Orada da əlimizdən gələni edəcək ki, həm xalqımızı sevindirək, həm də əzmkar mübarizə göstərək. Ural, sol cinahda oynayırsan, sağ cinahda yarım müdafiəçi kimi, solda da winger kimi oynayırsan. Baş məşqçilər üçün böyük üstünlükdür. Universal olmağından istifadə elə. Bir futbolçu kimi sənin üçün çətin olmur bu qədər mövqe dəyişmək? Yox, çətin olmur. Düşünmürəm ki, çətin olsun. Çünki artıq öyrəşmişəm. Komandada da bir çox mövqelərdə oynayıram. Baş məşqçi hara belə deyək, məsləhət görürsə, harda qoyursa, orada da canla başla oynayıram. Komandaya xeyir verməyə çalışıram. Uğurlar. Sağ ol. Çox sağ olun.